Yaxşı Eldar, mən sənə göstərərəm. Sən hələ məni yaxşı tanımırsan. Bilmirsən mən nəyə qadirəm. Ha, ay Qədir. Ayrı nə var nə yox meşədə? Sakitlik Mirəli dayı. Gəzib dolaşan yox, zibilləyən yox, ağacları da kəsən yox. Lap yaxşı. Bunlar hamısı sənin sayəndədir. Nə danışırsınız Mirəli dayı? Məyər məndən qabaq meşəyə baxan yox idi ki? Var idi. Ha? Amma elə onun özünə də baxan lazım idi. Niyə ki? Nə vaxt meşəyə gedirdin, görürdün hər tərəf zibillik. Ağaçlar kəsilib, yeyib içiblər, elə hara gəldi atıblar, eləcə də qoyub çıxıb gediblər. Kim idi ki o meşəyə baxan? Kim olacaq? Bizim Şahin. Bir aydan sonra çıxartdım onu. Dedim, get öz evində nə qədər istəyirsən, ye, iç, zibillə, Nadiyə də arxanca zibilləri yığışdırsın. Deyirəm görəsən bunlar nə vaxt adam olacaqlar Mirəli dayı? Şahini, bir də bizim o həşəratları, həmkəndlərimizi deyirəm, Əhmədlə Məmmədi. Onların başını bıraq, özün haqqında fikirləş. Bütün gün evdə tək oturursan, paltarlarını özün yuyursan, evi özün yığışdırırsan, yeməyini özün hazırlayırsan. Nə demək istəyirsiniz Mirəli dayı? Deyirəm, sən də evlən, ailən olsun, oğul uşaq sahibi ol. Qoyurlar da sənə baxsınlar. Özündə vətənimiz üçün yeni meşəbəylər yetişdir. Yaxşı fikirdir Mirəli dayı. Amma kimi ilə, necə? Salam Mirəli dayı. Salam. Axtardığın idi yar, yetirdi pərverdigar. Əyləş qızım, əyləş. Mirəli dayı, siz indi nə dediniz? Dedim ki, kim nə axtarırsa, nəyi arzulayırsa, Allah Taala onun istədiyini verir. Başa düşdüm Mirəli dayı, başa düşdüm. Bilirsiniz Mirəli dayı, yanınıza bir xahiş üçün gəlmişəm. Eşidirəm qızım, nə lazımdır? Mirəli dayı, o gün bərk külək əsəndə hamamın pəncərəsi sınıb. Bugün sabahdan yağışlar başlayır. Zəhmət olmasa bir nəfər göndərin, hamamın pəncərəsini düzəltsinlər. O pəncərəni düzəltmək üçün ayın ataman. İndi sənə elə bir oğlan göndərim ki, Fransa artisti Alondolon var, bax onun kimi gözəl, Koroğlu kimi igid, hərçəndir, Koroğlu kimi bığları yoxdur, amma onun kimi belə şücaətli, igid, özdə əlləri qızıl kimi, ürəyi qızıl kimi, qəhrəman, şücaətli.
Ey ay Mirəli dayı. Harda deyə belə kişilər? Kişilər hamısı 71-də gediblər. 41'də qızım, 41'də mənim atam kimi. Ha, nə deyirsən? Göndərim elə bir oğlan sənə kömək eləsin. Göndər Mirəli dayı, göndər. Ay Qədir, Bəli. get gör Natavan xanımın o pəncərəsini düzəldə bilərsən? Budur Koroğlu kimi kişi. Bəli. Nə olub Qədir? Ha? Qədirin Koroğludan nəyə əskikdir ki? Bax o Koroğlu da dağda, meşədə yaşayırdı. Qədirdir. Koroğlu da o zalimlara, haqsızlığa qarşı mübarizə aparırdı. Qədirdir. Yadındadır da o Eldarın məsələsində necə igidlik göstərdi. Koroğlu kimi qan tökdü. Düzdür, öz qanı töküldü. Amma nə fərqi var? Qan elə qandır da. Sonra canım sənə desin, Koroğlunun da ətrafında dəlilər var idi. Qədirin də ətrafında dəlilər var da. Əhməd kimi, Məmməd kimi, Şahin kimi başdan xarablar. Yaxşı, yaxşı Mirəli dayı. Mən sizə inanıram. Nə deyirəm ki, olsun Qədir. Təki pəncərəmi düzəltsin. Olan Mirəli dayı. Buyur, buyur. Salam. Salam. Necəsiz? Şükür Allaha, yaxşılıqdır. Sevinç xanım, Qədiri göndərirəm Natavanın pəncərələrini düzəltməyə. Nə olub ki pəncərənizə? Sevinç xanım, o gün bərk külək əsəndə yadımdan çıxıb pəncərələri bağlamamışam. Səhər durub gördüm ki, bütün pəncərələr qırıq-qırıqdır. Gəldim Mirəli dayıdan xahiş elədim ki, bir nəfər göndərsin pəncərəmi düzəltməyə. O da dedi ki, Koroğlu, Qədir düzəldər. Belədir. Koroğlu. Sən də olarsan Nigar xanım, hə? Sevinç xanım, Koroğlu Nigarı qaçırtmışdı axı. İndi mən də Natavan xanımı qaçırtsam, siz məni həbs eləyərsiniz axı. Qədir, gör neynirsən? Narahat olma, səni həbs eləmərəm. Koroğlu. Yox bir Molla Nəsrəddin. Bəli. Nə yaxşı. Oldu, indi gəlirəm. Yaxşı. Bağışlayın, mən getməliyəm. Atam Bakıdan gəlib məni görməyə. Mən gedim, sağ olun. Çox gözəl. Salam deyərsiniz Ramiz mənə. Gözüm üstə, sağ olun. Sağ ol. Niyə oturubsan? Hadi dur, get, dur, get Natavanın o zadını, pəncərəsini düzəl. Dur. Tezəlik, gedin. Sağ ol Mirəli dayı. Sağ ol. Oldu Mirəli dayı. Abra bax, Qədir. Hə. Orada bax gör Natavanın da düzəlməli nəyi varsa elə hamısını bir dəfəlik düzəlt getsin də qalmasın. Yer get. Oldu. Ay cavanlıq. Ay gəldi hamısı. Cavanlığımda o qədər pəncərələr düzəltmişəm. Eşqbazlığa getdiyim vaxtlarda gecənin yarısında qorxudan sındırıb qaçdığım pəncərələr. Deyəsən güneşte gene partlayış olub. Hardan bildin ay Firəngiz xanım? Ne sözümü pis hiss eləyirəm. Onda bəlkə həkim çağıram. Yox, lazım deyil. Birazdan bir cadu var, onu oxuyacağım, keçib gedəcək. Sonra da yəqin cəhdə su içəcəksiniz, hə? Yaxşı fikirdir. Mütləq içərəm. Ay Firəngiz xanım, incimini, dünya görmüş adamsınız. Belə boş, mənasız şeylərə niyə inanırsınız axı? Siz mənasız şey nəyə deyirsiniz? Misal üçün elə cəftə suyu. Siz onu niyə içirsiniz? Necə yəni niyə? Bu adət bizə dədə babalarımızdan qalıbdı. Adam özünü narahat hiss eləyəndə, qorxanda mütləq cəftə suyu içməlidir.
Ay Firəngiz xanım, axı siz bilmirsiniz sizdən qabaq o cəftəyə kimlərin əli deyib. Siz heç bilirsiniz o cəftədə nə qədər mikrob var, hə? Ola bilməz. Yaxşı Firəngiz xanım, mənə inanmırsınızsa, heç olmasa mozalana inanın. Ay Ramiz qardaş, xahiş eləyirəm qorxuzmayın məni. Firəngiz xanım, mən sizi qorxutmuram. Sadəcə olaraq gözünüzü açmaq istəyirəm. 21-ci əsrdə yaşayırıq axı. Xoş gəlmisən ata. Sənin üçün yaman darıxmışdım. Mən də darıxmışam qızım. Həm də səninlə ciddi söhbətim var. Hə, yaxşı. Onda siz rahat söhbət eləyin. Mən gedim biraz gəzim. Yaxşı. Eşidirəm sən ata. Mən bura səni görməyə yox, evə aparmağa gəlmişəm qızım. Lap yaxşı. Elə mən də bu haqda fikirləşirdim. Amma indi yox. Gələn ay 1-2 gün vaxtım olacaq. Mütləq gələcəm sizin yanınıza, sizi görməyə. Qızım, sən deyəsən məni düz başa düşmədin. Mən səni indi aparmağa gəlmişəm. Özü də həmişəlik. Niyə? Nəsə baş verib? Bundan artıq nə baş verəcək ki? Mən daha dözə bilmirəm qızım. Amma mən sənin üçün tamam başqa həyat arzulayırdım. Nə həyat? İstəyirdim şəhərdə yaşayasan, həkim olasan, gözəl karyeran olsun. Bəs mənim bunu istəməməyim səni maraqlandırmır ata? Yox, maraqlandırmır. Mən yalnız sənin haqqında düşünürəm. Mən istəmirəm ki, sən bu insanların arasında yaşayasan. Axı niyə? Necə yəni niyə? Elə bilirsən heç nə bilmirəm? Elə bilirsən heç nədən xəbərim yoxdur? Bu kəndin cəmaatı hamı sənin rüşvət almağına inanırdı. Bu söhbət artıq bağlıdır. Bağlıdır. İnan mənə qızım, bu hadisə bir dəfə baş veribsə yenə təkrarlana bilər. Başa düşürsən? Başa düşürəm atacan. Hirslənmə. Gəl bir el gəzişək. Sakit olaq. Sonra söhbətimizi davam eləyərik. Olar? Yaxşı. Oy, Kamran! Kamran, xoş gördük səni. Gözdə gəlirəm. Ha, buraya gəl bir dəqiqə. Xoş gördük. Necəsən? Nə var, nə yox? Sağ ol baş gəlirəm. Yaxşılıqdır. Sən nə dərsən? Yaxşıyam, yaxşıyam. Səni gördüm, lap yaxşı oldu. Maşallah, yaxşısan. Mənə bax, maşının işləyir. Maşınım sürülür. İşləyən isə mənəm. Zarabat sozarı. Məndə bir-iki xalça var. Onu Əzizin burada moykasına vermək lazımdır. Deyirəm, bəlkə mənə kömək eləyəsən. Bura bax, bura bax. Axır vaxtlar Eldar benzinini kəsir. Benzini özüm tökəcəm, narahat olma. Benzini özüm vuracam. Sən nə edirsən? Gedirsən bizə. Deməli qapıdan girəndə... Bura bax, bura bax. Yaxşı yadıma düşdü. Mənim bagajım axı balacadır. Qorxuram sənin xalçan oraya yerləşməsdi. Yoxsa belə aparardı. Dədəm vay. Yaxşı yadıma düşdü. Sana deməmişəm axı. Mən heç vaxt maşına xalça qoymuram. Ürəyimə pis gələr. Niyə? Oy. Bətər başa salım sana. Bu adam rəhmətə gedir. O rəhmətliyi götürüb fikirləri xalçaya. Elə? Hə də nə bilim. Qoymuram xalçanı, qorxuram ki, Eldar müəllimə nəsə bir pis şey olar. Sən canım, bağışla, alınmayacaq. Alınmayacaq, yox. Bu, xalçanın düşər-düşməməzliyi olar. Sən belə elə. Sən xalçaları maşına qoyandan sonra bagajı yaxşı-yaxşı bağla ki, xalçaların düşər-düşməzi olmasın. Başa düşdün? Dur, dur da dur. Ömründə səndən bir dəfə xahiş eləmişəm. Dur, get bizə, xalçaları götür. Apar ver moykaya. Bu da qardaşından sənə benzin pulu. Yaxşı, yaxşı Zəki. Apararam. Güya çay içməyə gəlmişdim də. Bəh. Eşq olsun bizim kəndimizin çayxanasının birinci və axırıncı sahibinə. İcazə verin. Öpüm sizi. Yaşasın bizi aclıqdan toxluğa, yorğunluqdan rahatlığa çıxara,
kendimizin gıda ve içki sahəsinin lideri Zeki Qağa. Öpüşün. Gel öpüm. Ne olur? Deyirəm Zəki olmasaydı, bizim boğazımızın yolu çoxdan Ağzaqum səhrasının çöllərinə dönmüşdü. Ay sağ ol. Zeki olmasaydı bunu da qeyd eləmək lazımdır. Ha, bir bizim diğeri. qarnımız Mamet Clay olmamaq şərtilə kürəyimizə yapışmışdı. Zəki olmasaydı... bir diyanın. Bana bu dəftər dolub, lisiya dəftəri. Yenə lisiya çay istəyirsiniz, ha? Nə? Zeki, ayıb olsun sən, qaqaş. Biz hələ o gündə deyilik ki, bir stəkan çaya görə sənin qabağında alçalaq, ey qaqaş. Düzdür. Biz hələ o günə düşməmişik ki, səndən lisiya bir stəkan çay istəyək. Biz o lisiya çayın böyründə biraz da kartuşka qızartması istəyirik. Acından ölürük, susuzluqdan qırılırıq. Bizə yardım elə Zəki. Ay. Zəki olmasa siz neyniyərsiniz, hə? Ay heç də qaqaş, sən olmasan biz neyniyəcəyik ki? Sən çayxanamı satıb pulu xərcləyərdik. Nə aclaf adamsınız ha siz? Pulları da xərcləyərdiniz, ha? Sən olmasan, biz bu çayxananı satandan sonra nə qədər lisiya borcumuz varsa onların hamısını aparıb qəpiyinə kimi sənin ailəvə ödəyərik. Ay sağ ol. Siz heç o qapıda hürən it qədər də deyilsiniz. Bax o itə bilir ki, ona yemək verən adama sadiq qalmaq lazımdır. Ona xəyanət eləmək olmaz. Amma siz... Zəki, bir dəqiq qaqaş. Mən bilsəm ki, o itə verdiyin yeməyi gündə 3 dəfə mənə havayı verətsən, qaqaş mən də sənə sadiq qalaram da. Mən də. Bir dəqiqə də öyle. Kamranı gördüm buradan çıxanda. Nə üçdü? Kim vardı? Yo, bu dəfə mənim işim düşmüşdü ona. Apardı, o xalçalar qalmışdı neçə vaxt, apardı onları yuduzdurmağa Moykaya. Ala o əzzim Moykası o çayın qırağına. Nə də? Sən başın xarab olub, o başın o Moykaya gelib çıxanda oran yollayı it günündədir. Niyə getmir ki? Eldarın maşını hündürdü, gedək. Lab rahat da gedək. Ala birincisi o Eldarın yox qaqaş, Kamran maşınıdır, açıbqa buraxma. Nə? Sən deyəsən çaşımızdan axı. Kişi, maşın Eldarındır, Kamran onu prosto sürür. Aşıqları özün bırakırsan, inanmırsan get tek pasportu götür, sox gözünə də, boz gözləri və torpaq ilanını oxşayır. Hala bir dəqiqə saxla ala yenot. Tek pasportla da öyle. Maşını qaqaş kim sürürsə, maşın deməli onundur. Baydı sizin eviniz dövlətin evində, düzdür? Sən evə gedəndə nə deyirsən, mənə bağışlayın, mən gəlirəm dövlətin evinə. Yo, sən deyirsən ki, qaqaş, mənə bağışlayın, mən gəlirəm evimizə. Tak işte o qaqaş, maşını kim sürürsə, maşın onundur, vəssalam. Nə? Sən çaşımısan la, mən. Sən mən evimdə nə işin Dədələ, nə gəlirsən lan üstümə, nə gəlirsən? Salam aleyküm Sevinç xanım, necəsin? Sevinç xanım, bir dəqiqə sizin vaxtınızı alacam da. Mən deyirəm o maşın Kamranındır. Çünki nə vaxt baxsın Kamran sürür də maşına, nə vaxt baxsın o maşın üstündə əlləşir. Düzdür? Bu göstəpək də mənə deyir ki, o maşın Kamran deyir Eldarındır. Çünki deyir, sənətdə yazılıb ki, maşın Eldarındır. Hansımız düz deyirik? Nə ərəb dovşanı kimi atlanıb düşürsən ha? Sən 50 dəfə dedim ki, sənətdə yazılıb, dokumentdə yazılıb ki, bu maşın Eldarındır. Kamranı niyə soxursan ortalığa? Bizə ki, şəramıza söhbət elə adamsan ha? O xatan kirpi. Sənə də sənədində yazılıb ki, şəxsiyyət vəsiqəsi. Sən şəxsiyyətsən ha? Tak işte sənətdən deyil. Nə də? Sən körəmələ oxşamır. Bu yersiz mübahisə nəyə lazımdır axı? Sizin işiniz gücünüz yoxdur. Ayıb deyil sizin üçün. Yekə adamlarsınız. Heyf. Sənə bir sondan da oturmalıyım. Qaqaş bundan sonra mən də səninlə oturmayacağam. Baxar sənin. Qurban olasan bu kişiyə. Hələ sən də qurban olasan o kişiyə. Nə də elə? Mən sədini bu başın Kamran. Kızım, kəndin zibillərini hara tullayırlar? Fermanın arxasına. Niyə soruşdun ki ata? Bəs bunları niyə aparıb atmayıblar ora? Burada sən gör kimlərlə çiyin-çiyinə işləyirsən. Bunlar nə səviyyəsiz adamlardılar. Bunlardır sənin can yandırdığın kənd sakinləri. Kızım sənə yaraşmaz. Buradan qaçmaq lazımdır, vəssalam. Bir çay getir.
Qızım, bəlkə bir də yaxşı fikirləşəsən. Ata, mən artıq hər şeyi fikirləşmişəm. Belə olmaz axı. Mən bütün ömrümü sənə həsr eləmişəm. Nə mən? Sənsə mənim ümidlərimi qırdın, arzularımı puç elədin. Atacan, mən sənə bir şey başa salmaq istəyirəm. Mən uşaq deyiləm. Artıq mənim şəxsi həyatım var. Mən özüm öz yolumu seçməliyəm. Qızım, mən bunları başa düşürəm. Amma sənin indi seçdiyin yol düzdür. Axı niyə başa düşmək istəmirsən? Sənin seçdiyin yol yanlışdır. Niyə? Ona görə ki, sən burada karyera qura bilməyəcəksən. Burada qalıb ömrümü çür edəcəksən. Nə olsun? Ən vacibi odur ki, mən ömrümün sonuna qədər ən sevimli işimlə məşğul olacağam. Gülşələrə su səpmişəm, gülşələrə su səpmişəm. Salam Sevinç xanım. Narahat eləmədim ki. Yox, eşidirəm sizi. Salam. Oo, salam Aksakka. Salam. Sevinç xanım, bəs demirsiniz ki, atamız kendimize qulağa gəlib. Bunu qeyd eləmək lazımdır axı, ha? Görürsüz bunu. Yenə də heyvan kimi için. Sevinç xanım, xahiş eləyirəm. Bu əclafı 15 tutkalıq basında. Qoy ağılı gəlsin başına. Yaxşı Nadia, siz gedin evə, mən birazdan gələcəm. Məsələni aydınlaşdırarım. Gülşələrə su səpmişəm. Budur sənin sevimli işin. Bunlara görə burada qalmaq istəyirsən? Xeyr, Bəs nəyə görə? ata, mən bu haqda danışmaq istəmirəm. Deyəsən mən başa düşürəm, sən niyə evə qayıtmaq istəmirsən? Eldara görə, hə? Yox, Mən 100% əminəm ki, Eldara görə. Sənə bir sual verəcəm. Amma xahiş eləyirəm, düz cavab verəsən. Sən Eldarı hələ də sevirsən? Səninlə. Səninləyəm. Sən hələ də onu sevirsən? yox ata. Mən artıq onu sevmirəm. Məsələ aydındır. Deməli, mən yanılmamışam. Qızım, sən burada gözlə. Mən birazdan qayıdıram. Ata, hara gedirsən? Bu problemi həll eləməyə.
dam dim dam ram tam tam ram tam tam ram. Vay dedem vay. Yoruldum Eldar müəllim. Ay Kamran, Hey, neynəmisən ki? Belə yorulmusan. hey. Bütün günü mahnı oxuyuram. Nə təryanı neynəmişəm? Səhərdən 2 dəfə rayona gedib gəlmişəm. 5 kilometri 2 dəfə gedib gəlməklə yorulmusan? 6 kilometr. Olsun 6 kilometr. 6 kilometri 2 dəfə maşınla gedib gəlməklə yorulmusan? Eldar müəllim, özünüz bilirsiniz də kəndin yolları nə gündədir. 6 kilometrlik yolu 45 dəqiqəyə gedirsən. Hə? Adamı elə atıb tutur ki, başım maşının damına dəyməkdən satriseni olur. Deyirəm axı, gündən günə ağlın azalır. Hə, bura bax. Başın cəhənnəmə. Birdən maşının damını əzərsən ha. Yox, narahat olmayın Eldar müəllim. Başım partdasa da qoymaram ki, sizin maşınınızın damı əzilsin. Yaxşı. Hə. De görüm işimiz nə oldu? Hər şey yaxşıdır, hər şey əladır. Mən rayonda olanda fəhlələr malları korobkalara yığırdılar. Yaxşı. Bəs mal burada nə vaxt olacaq? Uy. Dedilər ki, axşama gətirərlər. Nə? Axşama? Bəli. Yox. Axşama gecdir. Zəng elə təcili de ki, uzaq başı 2 saata mal burada olmalıdır. Baş üstə Eldar müəllim, baş üstə. Tək ki siz əsəbləşməyin. Uy. Buna bax gəlir. Kim? Amma öz aramızdır. Az qalmışdı. Qaynatanız olsun. Salam Eldar. Salam. Salam Ramiz müəllim. Buyurun əyləş. Deyəsən, bura gəlməyim təəccübləndirir sizi. Sözün açığı hə. Amma gəlmisinizsə, gözüm üstə yeriniz var. Çaydan, kofedən, ürəyiniz nə istəyir? Heç nə lazım deyil. Ürəyim səninlə təkbətək danışmaq istəyir. Kamran, zəhmət olmasa bizi tək qoy. Baş üstə. Tək qoy. Zəhmət olmasa Eşidirəm sizi Ramiz müəllim. Yəqin başa düşürsən ki, mən bura qızım Sevincə görə gəlmişəm. Çox gözəl. Niyə məhz mənim yanıma? Ona görə ki, səndən çox şey asılıdır. Mən gəlmişəm bura, qızımı kənddən aparım. O burada qalsa, karyerasını başa vura bilməyəcək. Həyatını puç eləyəcək. Bunu mənə yox. Düşünürəm ki, qızınıza desəz daha yaxşı olar. Mən bunları ona demişəm. O heç mənə qulaq asmaq da istəmir. Mən bilirəm. O buradan sənə görə getmək istəmir. Mənə görə? Siz nə danışırsınız? Bizim çoxdan bir-birimizi görməyə gözümüz yoxdur. Eldar! Biz münasibətlərimizə çoxdan son qoymuşuq. Eldar! Mən uşaq deyiləm. 60 yaşım var. Belə deməyimə baxma. Mən bilirəm ki, sizin bir-birinizə olan məhəbbətiniz hələ də qalıb. Odur ki, səndən xahiş eləyirəm. Xahiş yox, tələb eləyirəm. Bir də mənim qızıma yaxın durma. Siz nə danışırsınız? Mən DNT analizlərini təzədən yoxlayandan sonra sizin qızınızla bütün münasibətləri qırmışam. Qırarsan da. Axı sənin başqa qadından uşağın var. Danışığınıza fikir verin. Mən bir daha deyirəm. Mənim heç yerdə uşağım zadım yoxdur. Mən nə danışdığımı yaxşı bilirəm. Bax, deyirəm sənə. Mənim qızımı unut. Ona yaxınlaşma, bildin? Yoxsa... Yoxsa nə? Böyük kövü qulağın boyda eləyərəm. Siz mənə hədə-qorxu gəlirsiniz? Bəli, mən sənə hədə-qorxu gəlirəm. Onda mən məcbur olub Sevinç xanıma müraciət etməli olacağım. Amma kişqə, sana demədim mənim qızıma yaxın gəlmə. Bu hədə-qorxulardan sonra mən ona sizin qızınız kimi yox, bizim sahə inspektorumuz kimi müraciət edəcəm. Görürəm sən dediyindən əl çəkmişsən. Onda məndən
İncimə. Görürsən də dünya dağılır. Özün necəsən? Nə var, nə yox? Şükür Allaha, çox sağ ol ay Mürəd, lap yaxşı. Hələ ki nəfəsim gedib gəlir. Amma axır vaxtda nəfəs almaq nəsə çətinləşib biraz. Demə Əşrəf, demə. Getdi o vaxtlar. Getdi dayı qayıtmayacaq. Ömrümüzü başa vurmuşuq. Necə deyərlər, bir ayağımız burada, bir ayağımız gorda. Düzdür, amma ən əsası odur ki, biz həyatımızı keyfiyyətli və düzgün yaşamışıq. Salam. Aleyküm salam. Ayrılmaz dostlar, necəsiz? Xoş gəlmisiniz Ramiz müəllim. Xeyr ola. Həmişə siz gələsiniz. Əşi, heç bir xeyri zadı yoxdur. Niyə? Nəsə olub? Bəli, olub. Özü də sizə görə. Başa düşmədim. Bizə görə? Bəli, sizə görə. Siz deyirdiniz məni arxeyin eləyən ki, Ramiz müəllim, darıxmayın, hər şey yaxşı olacaq, Sevinç də bizim qızımız. Siz deyirdiniz? Ramiz müəllim, Sevincə nə olub ki? Şükür Allah, hər şey yaxşıdır, sağ-salamatdır. Bəs o nə hadisədir baş verib? Mənim xəbərim yox. Bir ata kimi hamıdan axırda mən xəbər tuturam. Ramiz müəllim, yəqin Sevinç sizi narahat eləmək istəməyib. Sizə əziyyət vermək istəməyib. Canım, belə də iş olar. Gözümün ağı qarası bircə qızım var. O da gəlib çıxıb dünyanın o başına. Ramiz müəllim, buralarda da qanun keşişisi olmalıdır ya yox? Olmalıdır. Amma mənim qızım yox. Siz deyildiniz, deyən ki, ya biz onun qeydinə qalacağıq, onu qoruyacağıq. Nə oldu? Niyə sözünüzün üstündə durmadınız? Əksinə, hamı ona qarşı getdi. Ramiz müəllim, biz sizi çox gözəl başa düşürük. Evladınıza görə çox narahatsınız. Düzdür, hər bir ata sizin kimi eləyərdi. Amma gəlin emosiyalara qapılmayaq. Müdrik insanlar kimi sakit söhbət eləyək. Nə deyirəm ki, eləyək. Amma sizdən heç gözləməzdim. Sevincə qarşı belə hərəkət heç sizdən gözləməzdim. Ramiz müəllim, birincisi bizim yerimizə siz də olsaydınız çaşardınız. Elə siz də o qızı Sevinç hesab eləyərdiniz. İkincisi də biz adi adamlarıq, hər şeyi elə dərindən, dəqiqliklə başa düşə bilmərik. Yanıldıq da, səhv elədik. Üçüncüsü də ki, biz hamımız Sevinç xanımdan üzr istədik. O da bizi bağışladı. Lazımdırsa sizdən də üzr istəyək. Məndən üzr istəmək lazım deyil. Başa düşün, biz Sevinci çox istəyirik. Ona görə narahat oluruq. Anası lap çox narahat olur. Həmişə mənə deyir ki, ay kişi, ged uşağı götür gəl, qoy gözümüzün qabağında olsun. Ramiz müəllim, Sevinci biz də çox istəyirik. Sizə söz veririk. Bundan sonra çalışacağıq ki, Sevinci göz bəbəyimiz kimi qoruyaq. Yaxşı, hesab eləyək ki, inandım. Xəbəriniz var xəbərdə. Nə olur? Nə məsələdir? Yanğın baş verib. Yanğın. Eldarın bütün malları kül olub yandı. Kül mənim başıma. Hamısı yandı. Hamısı məhv oldu. Adamın lap yazığı gəlir. Düz deyirsən Serjan. Yazıq Eldar müəllim. Özü də Eldar müəllimin qazandığı pul halal puldur. Gör nə qədər əziyyət çəkib.
gör nə qədər mal yandı. Yazıq Eldar müəllim. Eldar müəllimi demirəm. Yazıq cücüləri, böcəkləri, həşəratları deyirəm. Hamısı qutuların altında məhv olub yandı, getdi. Belə necə olar? Həşəratlar da yandı. Yazıq Əhmədlə Məmməd. Eldar müəllim, zarafat etməyə halınız da var yəni. Bu qədər malınız yandı, getdi. Heç yanğın söndürənləri də çağırmadınız. Onlara ehtiyac yoxdur. Onsuz da gəlib bütün mallarımı koruyacaqdılar. Eldar müəllim, soruşmaq ayıb olmasın. O qutuların içindəki sementdir, yanğın söndürənləri çağırmadınız. Hıy, Mən bildim. Yəqin içindəki qənd idi, ya da ki şəkər tozu. Pajarniklər gəlib ona su vursaydı, olacaqdı şirin çay. Ayaqqabı idi. Bir yerdən vermək istəyirdim. Qismət deyilmiş. O de, Sevinç xanım da gəldi. Serjant, burada nə baş verib? Yanğın çoxdan başlayıb? Sevinç xanım, Eldar müəllimin bir ətək pulu batdı getdi. Lap yanıb tökülür əmi. Yanğına səbəb nə olub? Şübhələndiyiniz kimsə var? Sevinç xanım, hələ əraziyə baxış keçirməmişəm. Amma bir-iki iz var. Mən bilirəm kimdən şübhələnmək lazımdır. Lap yaxşı Eldar müəllim. İzahatınız mənə lazım olacaq. Mən elə burada deyəcəm. Bu yanğına görə mən İldırımdan şübhələnirəm. İldırım vurdu düz qutuların üstünə və yandırdı onları. Ya da ki, vulkan püskürdü və tərslikdən qutular vulkanın üstündəymiş. Göyün üzü tərtəmizdir. Nə ildırım? Başqa versiya da var. Köstəbəklər yerin altında Novruz bayramı qeyd edirdilər, tonqal qalamışdılar. Təbrik edirəm sizi. Doğma atanızı həbs eləməli olacaqsınız, Sevinç xanım. Eldar müəllim, siz nə danışırsınız? Nə danışırsınız siz? Sevinç xanımın atasının nə günahı var burada? Davam eləyin Eldar müəllim. Sonra atam sizə nə edib? Mənim ofisimdə məni hədələməyə az deyil, hələ də mallarımı yandırır. Bir daha təbrik edirəm sizi, Sevinç xanım. Məncə ildırımı, köstəbəkləri məsuliyyətə cəlb eləmək sizin üçün daha rahat olar. Nəinki doğma atanızı. Getdi Kamran. İcazə verin, gedim Mirəli müəllimgilə sizin atanızı həbs eləyim. Bir dəqiqə dayan. Ora niyə? Mən yanğın barədə Mirəli müəllimgilə xəbər verəndə atanızı orada gördüm. Salam Mirəli dayı. Atam sizin yanınızdadır. Təxminən neçə saat olar ki bir yerdəsiz? 1 saat? Yaxşı, sağ olun. Yanğın neçə saat olar ki başlayıb? Maksimum yarım saat. Aydındır. Məndə üç tuzdur. Səndə nədir? Buradaymış. Yaxşı ki qaçmayıb. Sizə nə lazımdır? Mənə hədə qorxu gələndə bilmirdim ki, bu cür çirkin işlərə əl atacaqsınız. Eldar vurma, başa sal. Sizə nə lazımdır axı? İndi bilərsən. Uşaqlar, bəlkə lazım deyil, hə? Kəs. Əgər mənimlə düşmənçilik edirsənsə, kişi kimi hərəkətini elə. Gəlib malımı niyə yandırırsan? Eldar, vurma, başa sal. Sən nə danışırsan? Nə yandırmaq, nə mal? Buna bax, özünü bilməməzliyə qoyur. İndi mən onu o günə qoyacağam ki, hər şey boynuna alacaq. Eldar, bəsdir başa saldığın üçün vurmaq lazımdır.
Buraxın onu. Burada nə baş verib? Aksakkal üstüm batıp. Kızım, laf vaxtında geldi. Bunların başı xarab olub. Güya mən nə işə yandırmışam. Utanmırsınız? Bu nə öz başınalıq deyirsiniz? Sizin atanız benim mallarımı yandırıp. İndi atanızdır diye onun için her şeyi keçeceksiniz. Xeyr, keçməyəcəm. Əgər o günahkardırsa, mütləq cəzasını alacaq. Onda onu hapsedin. Xeyr, onu həbs eləməyə əlimizdə dəlil sübut yoxdur. Yanğını mənim atam törətməyib. Sizin atanız da ona göre. Yox, çünki yanğın baş verən vaxtı mənim atam Mirəli müəllimin kabinetində olub. Bunu serjant və Mirəli müəllim təsdiq eləyə bilər. Salam aleyküm. Sevinç xanım. Bəs onda kim yandırıb Eldar müəllimin mallarını? Mənə vaxt verin. Mən bunu eləyəni tapacağam. İndi isə xahiş edirəm. Hamınız tərk edin buranı. Ramzi benim seher mütləq çay içmeye gel. Kəkotulu qəşəng çayımız olacak. Mütləq gel. Böyüyümüz sen aksakkal. Yeri ne buradan? Atam. Hər şey qaydasındadır. Narahat olma kızım. Her şey qaydasında. İndi sən gördün ki, niyə görə mən burada qalmalıyam? İndi başa düşdün ki, mən bu insanlara lazımam. Ata, səndən xahiş edirəm. Mənə vəzifə borcumu yerinə yetirməyə mane olma. Gördün, əgər mən vaxtında gəlməsəydim, bu məsələni aydınlaşdırmasaydım, Allah bilir nələr olacaqdı. Qanun keşikçisi hər yerdə olmalıdır. Hətta ucqar kənddə belə. Kızım, qoy bu işte başkası məşğul olsun. Gel daşı tök ətəyindən. Nə qədər gec deyil. Göndərim səni xaricə oxu orada. Yox, istəmirəm ata. Gedim xaricdə təhsil alım, sonra da orada qalım. Qardaşım kimi. Bəli, qardaşım düz elib qalıb İngiltərədə. Nə var burada? Gəlib burada nə edəcək? Ata, bura sənin, mənim, qardaşımın vətənidir. Hamı xaricə getsə, vətənimiz üçün kim işləyəcək? Məyər o insanları vətənimiz təhsil almağa göndərməyib? Gedirlər təhsil almağa, sonra da Bakıya qayıtmaq istəmirlər. Ya da ki, qayıdandan sonra deyirlər ki, siz də Azərbaycanda elədir, siz də Azərbaycanda belədir. Nə oldu, hə? 4-5 il artıq Azərbaycan sənin vətənin olmadı. Vətən nə qədər viran olsa da, yenə də cənnətdir. Adam da belə uşağa forma giyindirər. Hə? Serjant, Eldarın mallarını atam yandırmayıbsa, deməli bunu başqa adam eləyib. Görünür Eldarın böyük problemləri var. Bəlkə də onun həyatı da təhlükə altındadır.